Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycanda əmək münasibətləri ilə bağlı mühüm dəyişikliklər və müzakirələr gündəmdədir. Elə ötən gündə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində mövcud əmək məcəlləsinə dəyişikliklər müzakirə olunub, yəni müzakirə masasına çıxarılıb. Burada əmək məcəlləsində hansı məsələlərin müzakirəsi belə deyə planlaşdırılır, onu tamaşaçıların mən diqqətinə çatdırmaq istərdim. Belə ki, artıq bu müzakirə olunan məsələlər siyasında minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq müntəzəm olaraq baxılması nəzərdə tutulur. Yəni bu o deməkdir ki, artıq minimum əmək haqqının artırılması yaxud nizamlanması artıq belə deyək, spontan qaydada tənzimlənməyəcək, artıq müntəzəm qaydada tənzimlənəcək və həmin qərar qəbul edildikdən sonra bir il müddətində qanuna nəzər yetiriləcək və minimum əmək haqqının belə deyək, nizamlanması ölkə ərazisində həmin o prosesə start veriləcək. Belə ki, Milli Məclisin bu müzakirələrdə bildirdiyi məqam odur ki, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və eyni zamanda Maliyyə Nazirliyinin monitorinqləri əsasında aparılacaq. Bura bir sıra aspektlər daxildir, yəni fundamental məsələlər daxildir ki, həmin məsələləri daha çox müzakirə masasına qoyub monitorinqi aparılacaq. Həmin məsələlərdən biri əhalinin minimum yaşayış məbləği, yəni minimum yaşayış səviyyəsi üçün nə qədər məbləğ lazımdır. Daha sonra istehlak səbəti, eyni zamanda belə deyək ki, minimum əmək haqqının nə qədər olması, yəni vətəndaşların həyat rifah səviyyəsinin belə deyək, normada olması üçün nə qədər məbləğin lazım olması müzakirəyə qoyulacaq və bu da ondan xəbər verir ki, artıq belə deyək, artıq hər il ən azı bir dəfə minimum əmək haqqının artırılması yaxud nizamlanması barədə qanun belə deyək ki, müzakirələrə çıxarılacaq. Bu isə o deməkdir ki, minimum əmək haqqı barədə nizamlanmaların prosesi sürətləndiriləcək. Bununla yanaşı saatlıq əmək haqqı ilə bağlı da bir sıra məsələlər müzakirə olunur. Bu isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyindən bildirilib ki, artıq saat hesabı əmək haqqının və saat hesabı məvacibin verilməsi ilə bağlı artıq məsələ, yəni layihə hökumətə təqdim edilib. Burada hələlik belə deyək ki, praktiki olaraq daha çox müddətli əmək haqqı almaq hansı belə deyək ki, işçilərə şamil olunacaq. Əmək müqaviləsi bir aydan az olan işçilərə və eyni zamanda belə deyək, natamam əmək haqqı müqaviləsi imzalayan və eyni zamanda daha çox belə deyək, sistemli əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə saatlıq əmək haqqının və saatlıq məvacibin verilməsi nəzərdə tutulur ki, bu da maaşdan qeyri-ziyadə artıq çalışdığı saatlara görə insanların əmək haqqının alınmasının, yəni daha nizamlı və daha ədalətli olmasına belə deyək ki, töhfə verməsi məqsədi ilə bu addımın atılması hələlik təklif olunur. Qeyd etdiyimiz kimi bu məsələlər daha çox müzakirə masasındadır, hələ ki, yəni rəsmi qərarlar qəbul olunmayıb. Ümumilikdə minimum əmək haqqının artırılması və tənzimləməsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, hazırda 2025-ci il yanvarın 1-dən belə deyək, qərar qəbul edilib və hazırda Azərbaycanda, yəni ölkə ərazisində minimum əmək haqqının 400 manat olduğu müəyyən olunub və son 5 ildəki statistikalara nəzər saldıqda isə biz onu görürük ki, 2019-cu ildən 2025-ci il arasında əmək haqqı hardasa 2,7 dəfə təxminən artırılıb və bu yeni qaydanın da və qanunun da qəbul olunacağı təqdirdə artıq növbəti ildən başlayaraq minimum əmək haqqının ölkə ərazisində nizamlanması və eyni zamanda artırılması məsələləri yenidən belə deyək, müzakirə oluna və yenidən bu məsələlər yeni qərarlarla minimum əmək haqqı tənzimlənə bilər. Çatdıracağım informasiyalar bu qədər idi. Sözü yenidən sənə ötürürəm.